5-6-cı əsrlər bilirsiniz təlatümlü bir dövrdür. O hadisələr həddən artıq sürətli baş verirdi, hərbi siyasi hadisələr və türklərin Azərbaycana axını sürətlə gedirdi. Bax, həmin o 5-6-cı ildə Azərbaycana gələn Sabirlər bir neçə şəhər yaradıblar. Yəni, köçərilərin oturaqlaşması prosesi gedirdi Azərbaycanda. Bax, onlardan biri Şabrandır, biri də Şəmkirdir. Şabrandır? Bəli, Şabran da Sabirlərin şəhəridir. Hətta Saburan, rəhmətli Rəşid müəllim, Şabran şəhər yerində arxeoloji qazıntılar aparanda orada şüşə bir qap çıxmışdı. Onun altında əməli Saburan, yəni Sabiran sözündən bu Sabirlərin şəhər olmasını hətta artefaktlar da sübut edir yazı mənbələrdə. Və bu şəhər hardasa 5-ci əsr, 5-6-cı əsrdə formalaşsa da, onun yüksək inkişafı İslam dövrünə təsadüf. Eləcə də Şəmkir. Şəmkir qədim şəhəridir. Onun haqqında Bəlazuri yazır ki, 643-cü ildə ərəblər Şəmkiri tutdular, işğal etdilər. Və bu şəhər qədim şəhər. Yəni, 7-ci əsrdə artıq bu şəhər qədim şəhər sayılırdı. Şəmkir şəhəri Monqol işğalı nəticəsində dağıdılıb. Şabran isə fərqli olaraq 18-ci əsrin əvvəllərinə qədər davam edib fəaliyyətini şəhər kimi.